varının, dövlətinin paxıllığını çəkmir. Ancaq insanın belə stoykasının, görünüşünün, gözəlliyinin, yaxşı görsənməyinin paxıllığını çəkir. Bunu mən müşahidə eləmişəm. Onsuz da az, çox hamıda var da. Yemək hamının var, paltar hamının var, az da olsa, çox da olsa var. Amma görünüş başqa şeydir də. Valla qadınlar var ki, mən görmüşəm, kasıbdılar. Allah Taala elə bilsən, elə yaradıb ki onu. Elə kefinin yaxşı vaxtına düşəndə yaradıb. Elə belə adi bir paltar geyinib. 10 manatlıq bir paltar geyinib. Elə mən özüm qadınlığımla ağzım açıq qalıb ki, necə gözəl xanımdır. Allahım, buna nə qədər gözəllik vermirsən sən. Mən rayonlarda çox oluram. Rayon qızları ən çox. Çox gözəl olurlar. Çox. Rayonlarda, indi Bakılılarda həmişə gözəl olub, Bakılılar. Bakılılar hamısı gözəldir. Amma məsəl üçün o gedirsən, birdən gedirsən o Quba Xaçmaz zonasına da, Qusaraza da. Baxırsan ki, ilahi, Allahım yaradıb da. Bu necə gözəl qızdır. Adamın elə 15 dənə, 20 dənə oğlu ola, belə gözəl qızları ala oğlanlarına. Quymaq kimi. Amma digər ki, görüm onu hər adam deyə bilərmi ki, o gözəldir? Yox. Mən birdən görsəm, vallah, mən gözəl görəndə Musaya deyirəm ki, ay Musa necə gözəldir bu qadın. İlahi, Allah nə qəşəng yaradıb. Musa mənə deyir ki, mənə heç kimi göstərmə. Cəmaat elə bilər ki, mən burada qadınlara zada baxıram. Deyirəm, bax da, nə olsun, necə gözəldir gör. Yəni, bu gözəllikdən adam necə vaz keçə bilər? Hamı da baxır. Bütün kişilər də baxır gözəl qadınlara, bütün qadınlar da baxır gözəl qadınlara. Amma o biri var ki, deyir, ürəyi gözəldir. Biri də var ki, ay qurtdur, demirsən. Demirsən axı. Çünki özün çox çirkinsən. Mən gözəl görəndə qadın da olsun. Belə, mən surətpərəstəm. Mən çox surətpərəstəm. Efirimizdə də məsəl üçün elə özü olan qadınlar var ki, gözəl xanım, xatın, gözəli özü olan. Nə bilim, adam baxır deyirsən, ay yumurta da elə bilir ki, yumurta.